Bir insan, mən yalnız Allaha ibadət edirəm desə, lakin Allaha şərik qoşan müşrikləri təkfir etməsə və onlardan uzaq durmasa, o tövhidi həqiqi mənada dərk etməmişdir. Şeyx Muhammed ibn Abdülvahhab rahimehullah buyurur, bir sıra şəxslər yalnız Allaha ibadət etdikləri halda müşrikləri təkfir etmir və onlara düşmənlik bəsləmirlər. Şeyx Süleyman ibn Abdullah rahimehullah buyurur, bu bilinən bir gerçəkdir ki, müşrikləri təkfir etməyən bir kimsə tövhidi bilmir və yaşamır. Çünki tövhid ancaq müşrikləri və tağutu təkfir etməklə gerçəkləşir. Şeyx Abdurrahman Ali Əl-Şeyx rahimehullah buyurur, əgər bir qul La ilahe illallah kəlməsinin mənasının həqiqətini bilsəydi, Allaha şərik qoşan kimsənin təkfiri barəsində şübhə edən və ya tərəddüd edən şəxsin tağutu rədd etmədiyini bilərdi. La ilahe illallah yalnız Allahı təsdiq etməklə deyil, eyni zamanda da tağutu və şirk əhlini rədd etməkdir.